Alodur. Deməli, əziz qardaşlar, bax, gözəl bir məkanda, bax, məclis davam eləyir. Kahraman ata oynayır orada. Mən biraz qırağa çıxmışam, burada çay da bax, görürsünüz də hardadır. Rəşad Vedətə mən də istəyirəm qəşəng bir Çay da indi birazdan içəcəm. Sizi inandırıram, bax, səmimi deyirəm. Bax, sizə mən Bakıdan bax, yola düşəndə, Rızaev, yoldaş Fətullayev bilirdi, Maliyev. Bax, mən sizə göstərim, bax, mən 38 qızdırma ilə Bakıdan çıxdım, gəldim. Bəli. Yəni, bunu göstərməkdə o idi ki, məndə dərmanlar vardı, mənim vəziyyətim biraz pisdir. Amma gəldim, burada hal-əhvalım düzəldi. Allah sizdən razı olsun. Biz burada 8 nəfər, 9 nəfər, 8 nəfər var idik. Amma sizin burada olmağınız tamam şənliyimizə başqa bir şənlik qatadır. Çünki hər bir yoldaşımızın, hər bir sinif şagirdimi, hər bir o vaxt məzun adıyla desəm, öz yeri var idi. Öz təbəssümü var idi. Məsələn, mən burada Abiyev Nurəddinin yeri var idi burada. Sadıqov Mahirin yeri var idi burada. Şahbazov Əfrədinin yeri var idi burada. Onları mən görürdüm. Yəni, təbii ki, onlar indi üzürlü səbəbdən gələ bilmədilər. Amma nəsə eləyib, nəsə bir iş görə bilərdilər. Gələ bilərdilər, bilmədim. İndi hər bir insanın bir vacib işi var. Mən bunları da nəzərə alıram. Bax, Əlifsət qardaşa demək istəyirəm ki, bizim qərib yerdə olanlar var, Rusiya vilayətində olan, xarici ölkələrdə olan yoldaşlarımız var. Qəhrəmanov Maildir, Abiyev Əlifsətdir. Bax, Abiyev Əlifsətə vurğulamaq istəyirəm ki, bax, tank, görürsən də o tank. Bax, sənin ayaq izləri indiyə hamısı orada, Allaha and olsun. Nənci Koç, görürsən, bax, oradadır. Sizlə qürür duyuruq, siz bizim fəxrimizsiniz. Deyirlər, indi uşaqlar yeyib içirlər, hər ağzından bir söz deyir, onları üzürlü hesab edin. Yəni, onlar sizi istəyərək bunu deyir, yəni, hamının ürəyindən keçir. Ona görə üzürlü hesab edin. Bax, belə. Hər bir insanın, məsələn, Heydərov iştirak eləyə bilmədi, inqilab. Biraz naxoşluğu vardı, səhhətində problem vardı. O da düzələr inşallah, Allahın köməyi ilə. Allah sizə can sağlığı versin. Belə təbiətin qoynunda kim istirahat eləməz ki? Allah sizdən razı olsun, var olun.